Bitkinin generativ orqanları hansılardır? Generativ, de görüm. Toxum, meyvə, Bir də meyvə, çiçək. Çiçəyin əsas hissələri hansılardır? Aha. Çiçəyin struktur elementləri, ümumiyyətlə çiçək hansı hissələrdən ibarətdir? Aha, de görüm Zeynəb. Çiçəyin hissələri, çiçəyin. Qışqırmırıq. De görmədim. dişici, erkəkli, saç saplağı, tac, yumurtalı, Uşaqlar qarışdırırsınız. Hamısını bütöv bir yerdə saymırıq. Birinci deyirik, düsturda hansı hissələr var idi? Onları deyirik. Yəni, tac deyəndə ləçəklər, kasacıq deyəndə kasa yarpaqları, erkəkcik və dişicik. Aha, əgər düsturda kasa yarpaqları bitişikdirsə, onu necə işarə eləyirik? De görün mübarək. Aha, düzdür. Yaxşı, bəs desəm ki, sərbəstdirsə, o zaman mötərizə yoxdur. Deyirik dişiciyin hissələri. Hansı hissələrdən ibarətdir dişicik? Başqa? yumurtalı, yumurtadır, ağlısı. Sütuncuq, ağızcıq. Aha. Ən birinci yumurtalıqdır. Ondan sonra sütuncuq, bir də ağızcıq. Yumurtalığın içində nə yerləşir? Yumurtacığın daxilinə nə deyirik? Nə kisəsi? Rüşem. Rüşem kisəsinin içində hansı proses gedir? Tozlanma necə prosesdir? Tozlanmanın növlərini say. Bir də bir dəqiqə. Çarpaz və çarpazın növləri Ziba say. Növləri 3 növü var. Heyvanlar, küləklər, bir də süni yollar. Heyvan deməli hansı bitkidən Yəni həşəratlarla deyə bilərik. özləri başqa bir çiçəyin nektarını tökürlər ora. Küləklə isə küləklə gələn Aha, yaxşı. Kim deyər küləklə tozlanan zaman çiçəyin tozcuqları necə olur? Quruluşca necə olur? Aa, de görməm. Axırda yüngül, rəngsiz nektar olur. Nektar var? Xeyr, yoxdur. Bəli. Bəs yaxşı, deyin görüm sakit. Öz-özünə tozlanmada necə olur bəs? De görüm Leyla. Yo, öz-özünə də. De görüm. öz-özünə tozlanır. Yəni iki cinsi olurlar. Aha, iki forması var idi. Bir də eyni bitkidən çıxan iki çiçək. Yo, o yo, başqa şey. Aha, de görüm. Ay, sağ ol, bəli. Çiçək açılmamışdan öncə, bir də çiçək açıldıqdan sonra.